Xoş gördük əziz dinləyicilər. İranın sensasyon açıqlamalarıyla məşhur olan prezidenti, bizim yerlimiz Məsud Pezeşkiyan, bilirsiniz İran cəmiyyətini, əsasən də İran mulla cəmiyyətini öz açıqlamaları ilə həqiqətən atəşə tutub. Bilirsiniz, bundan əvvəl hicab qadağasını artadan götürməklə dün 3 gün bundan əvvəl də bildirmişdi ki, ümumiyyətlə xoşbəxtliyin açarı kitabdadır, kitab oxumaqdadır. Yalnız və yalnız kitab oxuyan insan, yalnız və yalnız kitab oxuyan cəmiyyətin gələcəyi ümidi var deyə açıqlama verib. Məhz dünənləri açıqlamasında isə bildirib ki, hicab bu günləri 79-cu ildən sonra biz çadıraya keçdik, hicaba keçdik, amma ləyaqətlilərimiz ortadan qalxdı. Halbuki biz 79-cu ildən əvvəl İran xanımı, İran qadını, İran insanı daha ləyaqətli idi, daha namuslu idi. Amma 79-cu ildən sonra isə biz ləyaqətimizi və namusumuzu itirdik. Bu açıqlama bütün İranda sensasiya doğurub. Amma həqiqətdirmi? Əlbəttə həqiqətdir. O bir kinoda, Babək kinosunda deyildiyi kimi gəncliyimizə tuş gəlmişik. İllərdir eyni problemlərdən danışırdıq. İllərdir deyirdik ki, insanların başına güclə hicab bağlamaqla, güclə çadıra atmaqla ləyaqət yaratmaq olmaz. Ləyaqət sistemdədir, ləyaqət idarəçilikdədir. Sən idarəçilikdə ləyaqətli sistem yaratdıqdan sonra o ölkə ləyaqətə çevrilə bilər, qadını da, kişisi də. Amma sən yalnız ləyaqətdən danışıb, bütün əməllərin və bütün sistemin ləyaqətsizliyə işləyib. Bu günləri yağışın yağması üçün dua edirlər. Yağışın yağmamasına az qala Pezeşkiyanda görürlər günahın. Və Tehranın yaxınlığında olan böyük bir su hövzəsi ki var, o hövzənin quruması nəticəsində bugün nə bəlli olub, nə aşkarlanıb. Orada İranın indiyənə qədər intihara sövq etdiyi, yüzlərlə, minlərlə öldürdüyü insanlar bu günləri o, necə deyərlər, su hövzəsinin içindən tapılır və İran oranı bağlayır və o insanları tez oradan çıxardır. Baxın, İranın cəmiyyəti budur. İran hakimiyyətinin sistemi 79-cu ildən sonra qurduğu sistem budur. Biz bundan illərlə danışırdıq. Hər kəs bizi tənqid edirdi, hər kəs deyirdi ki, siz qərəzlisiniz. Bugün biz bunu İranın prezidenti deyir. Bu günləri ağlı başında olan bir rəhbər deyir. Buna Məsud Pezeşkiyan. Məsud Pezeşkiyan deyir ki, bugün 79-cu ildən sonra ləyaqətimiz yoxa çıxıb, ləyaqətsizliyimiz başlayıb. Hicab taxmaqla, çadıra taxmaqla insanlar, qadınlar heç də ləyaqətli olmadı. Əksinə, ləyaqətsiz oldu. Çünki sisteminiz ləyaqətsizdir. Sistem ləyaqətsiz olduqdan sonra istəyirsiniz insanlara çadıra geydirin, istəyirsiniz insanlara nə geydirirsiniz geydirin. Həzrət Əli əleyhissalamdan danışırsınız, amma əməliniz Həzrət Əli əleyhissalam deyil. Bu günləri bütün övladları, bu günləri bütün necə deyirlər, yüksək səviyyəli insanların həyat tərzi Avropalakından, açıq-saçıqlıqdan heç də fərqlənmir. Amma insanlara təbliğ etdiyiniz isə Əbəlfəz ağanın qeyrətidir. Özünüz qeyrətli bir sistem yaratmırsınız, özünüzdə heç bir qeyrət yoxdur, amma xalqa isə, insanlara isə Əbəlfəz ağanın qeyrətindən danışırsınız. Özünüz üçün cənnət yaradırsınız, o cənnətin içində yaşayırsınız, övladlarınız onun içində yaşayır. Amma bugün Tehranın mərkəzində deməli, cəhənnəm parkı açıblar. Cəhənnəm parkını açıblar ki, insanlar görsün və süsləşsin, ahirətin düşünsün. Desin, onsa biz bu dünyanı bir şey eləmədik, ahirətin düşünsün. Baxın, budur İran sisteminin və 79-cu ildən sonra yaradılmış sistem. Bu sistem özü ləyaqətsizdir və ləyaqətsiz sistem heç vaxt inkişaf eləyə bilməz. Ona görə Məsud Pezeşkiyan da bu günləri vurğuladığı kimi ki, xoşbəxtlik, ümid kitab oxumaqda da bu Məsud Pezeşkiyanın dedikləri əslində Quran ayəsidir. Tamamilə Məsud Pezeşkiyan əsl müsəlman, əsl Quran ayəsi, əsl axund, əsl rəhbər həqiqətən onun dedikləridir. Yoxsa başqasının nağılları yox, xalqları nağılla saxlayıb insanları öldürməklə hansısa bir sistem qurmaq deyil. Təşəkkür edirəm diqqətinizə görə.